Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Sizinlə Mətanət Əliyevadır studiyamızda, Bakı vaxtıdır. Bugünkü mövzumuz kiber cinayətkarlıq, kiber təhlükələrdən doğan problemlər və internet resurslarında, sosial şəbəkələrdə vətəndaşların kütləvi şəkildə aldadılması və onların maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı olacaq. Hər kəsə məlumdur ki, Azərbaycandakı güc strukturları bu məsələ ilə bağlı, yəni çox aktual olduğu üçün kifayət qədər ciddi işlər həyata keçirirlər və demək olar ki, biz hər gün informasiya resurslarında həm Daxili İşlər Nazirliyinin, həm də ölkənin baş prokurorluğunun yaydığı rəsmi məlumatlarda bu hallarla bağlı əməliyyatların keçirildiyini və saxlanılan şəxslərin, onların yaratdığı xüsusi piramida vasitələrinin də ləğv edildiyini izləyirik, oxuyuruq və müşahidə edirik. Bu məsələlərlə bağlı suallarımız çoxdur. Həmin suallarımıza cavab axtarmaq üçün bugün studiyamıza Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Astansnet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, Texnika Elmləri üzrə fəlsəfə doktoru Babək Nəbiyevi dəvət etmişik. Babək müəllim, xoş gəlmisiniz. Xoş gördük Mətanət xanım. Az əvvəl də qeyd etdiyim, sizi bura dəvət etməyimizdə məqsədimiz son hallarda kütləvi şəkil alan internet resurslarında yayılan bu piramidalarla bağlıdır. Hansı ki, həmin şəbəkələrdə, həmin piramidalarda yüzlərlə, minlərlə vətəndaşı aldadılır və həmin vətəndaşların maliyyə vəsaitləri mənimsənilir. Və qeyd etdim ki, ölkənin Daxili İşlər Nazirliyi, eləcə də Baş Prokurorluq tərəfindən, məsələn, mən özüm son bir ayda bir neçə belə əməliyyatların haqqında yayılan məlumatları izləyirik və o məlumatları biz də yayırıq. Suallar çoxdur, problem aktualdır. Çünki sosial şəbəkələrin sayı gündən-günə artır və həmin piramidalar, həmin o dələduz şirkətlər, bax bu internet resurslarında günbəgün bax belə fəaliyyətlərini artırırlar. Necə hesab edirsiniz? Bu məsələlərlə bağlı mənzərə necədir və hansı problemlər daha çox önə çıxır, daha çox qabarıqdır? Buyurun. Təşəkkür edirəm. Əslində toxunduğunuz mövzu həqiqətən son zamanlar çox diqqət mərkəzindədir. Amma nəzərə alsaq ki, rəqəmsal transformasiya, hər bir şəxsin artıq internetə qoşulma imkanı olması və əl altında mələxsus telefon vasitəsinin artıq internetə qoşulmuş olması və bunun vasitəsilə bütün əməliyyatları yerinə yetirə bilməsi, yəni bu elektron hökumət portalına daxil olmaq olsun, bank əməliyyatlarının yerinə yetirilməsi olsun və yaxud siz deyən kimi sosiallaşmaq məqsədindən olsun, iş fəaliyyətində istifadə etməklə olsun, bütün hallarda bu avadanlıqların istifadə olunması, internetə qoşulması yaxşı haldır. Amma bundan əlavə olaraq da təbii ki, bunun kiber təhlükəsizlik məsələləri də aktuallaşır və siz qeyd etdiyiniz kimi bir çox dələduzluq vasitələrindən biri də piramida, deməli, maliyyə piramidası anlayışıdır və maliyyə piramidası anlayışı əslində real həyatdan gəlib kiber mühitə də. Və bu tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində, inkişaf etmiş ölkələrində də bu hallar uzun müddətdir baş verir, elə piramidalar olur, hətta 10 illərlə davam edir və insanların təbii ki, maliyyə vasitələrinin mənimsənilməsi əsasında, yəni fəaliyyət göstərilir və bunun da kiber aləmdə daha çox son zamanlar vüsət alması, siz dediyiniz kimi sosial şəbəkələrin sürətlə inkişaf etməsi, ümumiyyətlə texnologiyanın inkişaf etməsi və bundan əlavə olaraq da artıq süni intellektin inkişaf eləməsi və süni intellektin artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsi və gündəlik həyatda rahat istifadə oluna bilməsi və buna gətirib çıxardır ki, və məsələ ondadır ki, bütün bu texnologiyalar imkan verir ki, siz hər hansı bir belə deyim, dil biliyi də, böyük dil biliyi olmadan da hər hansı bir virtual mühitdə, yəni hər hansı bir başqa ölkənin bir virtual mühitində siz bu fəaliyyətləri yerinə yetirə bilirsiniz rahatçılıqla və bu bədniyyətlər bu resurslardan istifadə edir. Təbii ki, bunu pis məqsədlər üçün istifadə edir və bunlardan biri də piramidadır. Çünki burada əsas məsələlərdən biri sosial mühəndislikdir. İnsanları müəyyən vasitələrlə bir hissəsini, misal üçün aşağı gəlirlə, bir hissəsini gələcəkdə
hər hansı bir investisiya qoyub gələcəkdə böyük bir vəsait əldə etməklə, hətta bunun şəxsi münasibətlər zəminində olan belə deyək də növləri də var. Yəni insanlarla şəxsi münasibətə daxil olurlar, münasibət yaradırlar virtual mühit üzərindən və onun etibarını qazanaraq artıq bu bədniyyətli əməllərini realizasiya bu artıq nöqtə vuruşlarıdır. Yəni belə deyim, istiqamətlənmiş konkret hücum növlərinin hissəsinə aid ola bilər və bunun əsasında da təbii ki, bu bədniyyətlər öz əməllərinə çatırlar. Babək müəllim, bu ümumi fikirləri idi, amma çox istərdim ki, siz bizim tamaşaçılara biraz daha xırda detallı şəkildə izah edəsiniz ki, bax bu piramidalar necə aldadırlar? Özü xüsusilə də böyük məbləğlərdən söhbət gedir. Vətəndaşlardan bu qədər məbləği hansı yollarla, hansı üsullarla, hansı variantlarla aldadırlar ki, vəsaitlər əldən çıxır? Əslində yəni bu piramidalar yenə dediyim kimi də bir çox insan əslində belə deyim də illərlə davam edən piramidalar. Yəni nə deməkdir? Hər il elə olur ki, yeni bir piramida misal üçün tapılır, ləğv olunur. Növbəti il yeni piramida olur. Yəni məsələ ondadır ki, bu piramidalar da onlayn mühitdə olduğuna görə bir çox hallarda onların belə deyim fiziki olaraq ələ keçirilməsi, fiziki olaraq onlara təsir olunması bir çox hallarda da mümkünsüz olur. Amma bu piramidaların konkret olaraq məqsədi ondan ibarət kimisə maliyyə vasitəsini əldə eləmək. Bunu da necə eləyirlər? Misal üçün, yenə dediyim kimi maraqlandırırlar. İnsanlara deyirlər ki, misal üçün, siz müəyyən qədər vəsait yerləşdirirsiniz, yəni təhvil verirsiniz kiməsə və bunun əsasında da siz daha çox gəlir əldə edəcəksiniz. Yəni bütün sosial şəbəkələrdə bu dəqiqə siz bu reklamlarla qarşılaşa bilərsiniz. Müxtəlif variantlarla istifadə edirlər. Bunu hər hansı bir şirkət adından eləyirlər. Yəni dünyaca məşhur şirkətin adından heç bir fəaliyyət göstərmədən vətəndaşa tutaq ki, deyirlər ki, sən 2000 manat vəsaiti yerləşdir. Bu qədər müddətdən sonra şişirdilmiş bir məbləği təklif eləyirlər. Məsələ ondadır ki, bu həmən o siz deyən kimi maraqlandırmaq üçün göstərirlər şirkətlərin adlarını. Onları, yəni bu faktiki olaraq başqasının özünü başqası kimi göstərir, yəni başqa şirkət kimi göstərir. Faktiki, yəni real olan şirkət kimi yoxdur. Olan şirkətlər də var. Var ki, misal üçün siz qarşınıza çıxa bilər ki, dünyaca məşhur şirkətdir. Onun reklamı kimi çıxardır sizin qarşınıza. Güya ki, o şirkətin nümayəndəsidir və yaxud da o şirkətin veb saytıdır və yaxud da sosial şəbəkəsidir. Və göstərir ki, bu şirkət dünyaca məşhur şirkətdir. Siz də baxırsınız, həqiqətən bu dünyaca məşhur şirkətdir. Və bunun əsasında deyir ki, siz bizə pul qoyun, investisiya edin bizim şirkətə və illik misal üçün və yaxud da aylıq bu qədər gəlir əldə edəcəksiniz. Təbii ki də bunu araşdırmayan adam, yəni belə deyim, ilk baxışdan cazibədar görsənir və buna görə də bu tələyə düşür. Bu, yəni bu belə deyək, kiber təhlükəsizlikdə phishing deyirlər də. Yəni bir balıq tutmaq kimi, bir tilova atır və gözləyir ki, kim düşəcək. İndi yəni bu da yenə dediyiniz kimi də bu sosial şəbəkədə sürətlə inkişaf edədiyinə görə öz məsələ ondan ibarət ki, bu sosial şəbəkələr chat tipli olanlar da var da. Yəni bildiyiniz kimi WhatsApp-da da bu reklamlar çıxır insanın qarşısına, bu Telegramda da çıxır bu insanın qarşısına, Facebookda da çıxır. Yəni müxtəlif yerlərdə çıxır bu və bu kiber təhlükəsizlik, yəni son zamanlar cənab prezidentin son çıxışlarında da kiber təhlükəsizlik xüsusi diqqət ayrılıb və orada da qeyd olunur ki, artıq virtual təhlükə deyil. Yəni kiber təhlükəsizlik artıq fiziki təhlükədir. Və bu xüsusi olaraq da bu məsələlərə diqqətin ayrılmasına yəni şərait yaradır. Ya bununla təbii ki, müxtəlif orqanlar məşğul olurlar. Təbii ki, bu istiqamət üzrə fəaliyyət göstərilir. Yəni dövlətin müəyyən strategiyası da var, kiber təhlükəsizliyi ilə əlaqədar. Və bu istiqamətdə də müxtəlif təlimatlar və yaxud da məlumatlandırmalar və s. aparılır. Amma bu sırf insan davranış profilinin əsasında qurulan təhdidlərdir. Yəni insanlar konkret olaraq böyük hissəsi, yəni bu hər il davam eləyirsə, yəni hər il biri bağlanır, digəri açılırsa və s. və ilaxır və bu beynəlxalq bir problemə çevrilibsə, yəni o nöqteyi nəzərdən ki, yəni bu telefon zəngləri ilə də zəng edirlər, misal üçün deyirlər ki, Amerika şirkətidir və yaxud da hansısa bir məşhur şirkətdir, bizə investisiya eləyin və s. Və yaxud da ki, sizə deyirlər ki, kimsə özünüz gəlin və özünüzdən sonra 3 nəfər gətirin və bildiniz, bu piramida anlayışı buradan irəli gəlir. Yəni 1 nəfər, 3 nəfər, 5 nəfər gətirir. O həmən o 3 nəfər, 5 nəfər yenə bir 5 nəfər gətirir və bunun əsasında da sonra gələnlər əvvəlkilərin pulunu ödəyir. Yəni aylıq gəlirini ödəyir. Babək müəllim, bu tip qanunsuz fəaliyyətlərə, bu tip
kiber cinayətkarlığa, dələduzluğa qarşı nəzarət hansı strukturlar tərəfindən həyata keçirilməlidir, hansı formada keçirilməlidir, tətbiq olunmalıdır və bunların qarşısının alınması hansı mərhələlərlə aparılmalıdır ki, məsələn, bəlli oldu ki, bu şirkət qanunsuz fəaliyyət göstərir, kiber cinayətkarlıqla məşğuldur, kiber dələduzluqla məşğuldur. Təbii ki, burada iki istiqamət var. Yəni bu məsələ iki cür istiqamətlə yanaşmaq olar. Birinci istiqamət ondan ibarət ki, əgər bu Azərbaycan daxilində baş verirsə və Azərbaycan təsir edə biləcəyi mühit daxilindədirsə, yəni Azərbaycan qanunları çərçivəsində fəaliyyət olanda bunun qarşısının alınması yəni daha asandır. Və Bəli, tez bir zamanda. Bəli, tez bir zamanda, qısa bir zamanda və burada da təbii ki, vətəndaşların böyük rolu var. Çünki məlumatlandırılma vətəndaş tərəfindən olmalı. Evet. Çünki bu auditoriya hansı ki, hədəf götürülən auditoriya bu vətəndaşdır. Vətəndaş belə bir məsələ qarşısına çıxdığı zaman bu artıq dövlət orqanlarını məlumatlandırmalıdır. Və bu məlumatlandırmadan sonra təbii ki, fəaliyyət göstərilir, qarşısı alınır. Müəyyən əgər təzminatların yəni əldə olunan vəsaitdə, qanunsuz əldə olunan vəsait geri qaytarılması mümkünsə təbii ki, geri qaytarılır, amma bunun digər tərəfi də var, ikinci üzü də var. Bunun ikinci üzü ondan ibarət ki, beynəlxalq ola bilər. Yəni bunun yeri, məkanı, nə bilim, arxasında duran şəxslər və sair müəyyən deyil. Ölkə hüdudlarından kənardadırlar. Yəni lap ölkə hüdudlarından kənarda olmasa da belə, sadəcə bu müəyyən deyil. Yəni bunu müəyyən eləmək yəni faktiki olaraq çətindir. Və bunun üçün də təbii ki, daha beynəlxalq səviyyələrdə buna yanaşmalar var. Amma yəni bu məsələdə də sırf vətəndaşın və yaxud da internet istifadəçisinin fərqi yoxdur da. Yəni internet istifadəçisinin konkret olaraq öz məsuliyyətindən burada yaranır ki, xüsusi olaraq diqqətli olmalıdır. Yəni bir neçə istiqamət var ki, bildiyiniz kimi də bu bank belə deyək, məlumatların ələ keçirilməsi, şəxsi məlumatların ələ keçirilməsi və s. kimi bu da bir istiqamətdir. Burada da yəni vətəndaşlar konkret olaraq çox diqqətli olmalıdırlar. Diqqət də bundan ibarətdir ki, misal üçün az vəsait ödəməklə böyük gəlir əldə etmək artıq bu bir zəngdir ki, yəni burada ehtiyatlı olmaq lazımdır. Və yaxud da ki, sizə deyirlər ki, misal üçün siz gətirin, özünüz misal üçün lap vəsait qoymayın, başqalarını gətirin, vəsait qoysun. Bu cür anlayışlar. Yəni konkret olaraq şəxsi bayaq dediyim kimi şəxsi münasibət yaradıb sizdən hər hansı bir vasitədə variantla sizdən müəyyən pul vəsaiti əldə etmək istəyirlərsə, artıq siz başa düşməlisiniz ki, müəyyən burada hər hansı bir təhdid var. Və buna uyğun olaraq da yenə dediyim kimi siz məlumatlandırmalısınız, həmin istiqamətdə olan informasiyanı bloklamalısınız ki, o cür təhdidlərlə qarşılaşmayasınız. Babək müəllim, bax, məlumatlar yayılır ki, müəyyən insanlara qısa bir dönəmdə aldıqları, verdikləri puldan 5 dəfə, 10 dəfə artıq pullar verirlər. Yəni bu şirinlikləndirmək üçündür. Məsələn, bizi vətəndaşlar izləyirlər, onların maariflənməsi üçün bu məsələlərlə də bağlı fikirlərinizi eşitmək istəyirəm. Məsələn, bəzi kiber dələduzlar vətəndaşları ilk baxışda daha çox vətəndaş cəlb eləmək üçün. Çünki bir insan bir informasiyaya malik olanda onu öz ətrafında yayır. Hə, birinə 10.000 manat pul qazandırırlar ki, bu da getsin daha çox adam gətirsin. Bax, bunları necə həyata keçirirlər? Bu sırf bayaq dediyim kimi də sizə ki, bu insan davranış şəklidir. Bəli, profilidir. Siz yəni insanlar hamısı təbii ki yox. Müəyyən hissəsi qısa zamanda böyük vəsait, maliyyə vəsaiti əldə etmək təbii ki cəlbedici gəlir. Yəni bu tələdir. Bu tələ vasitəsilə də misal üçün bu hətta indiki dövrdə yəni belə kiber mühitə keçməmişdən əvvəldə bunu başqa cür edirdilər. Yəni investisiya adı ilə zəng edirdilər, deyirlər ki, misal üçün biz investisiya fonduyuq, yəni güya da belə deyim, və bizə misal üçün filan şirkətin hissələrini alın və bunun əsasında da siz gələcəkdə varalanacaqsınız. Yəni bu artıq həmən bir telefonla, SMS-lə olan prosesin artıq sosial, yəni kiber mühitdə konkret olaraq istifadə olunaraq və burada təbii ki, dediyim kimi süni intellektdən istifadə eləyərək insanların etibarını müəyyən formada qazanaraq və bunun əsasında insanların maliyyə vəsaitinin ələ keçirilməsi, yəni əsas məqsəd bundan ibarətdir. Və siz dediyiniz kimi burada böyük gəlirlərdən söhbət gedir. Yəni qısa zamanlı olanda
Bu belədir. Amma nəzərə alın ki, daha pis variantlar var. Yəni təcrübədə də olub belə şeylər. 10 illərlə davam edən piramida sxemləri olub. Gəlir aşağıdır və bu gəlir aşağı olmağından bu ödənişlər eləmək daha asan olur həmən bədniyyətliyə. Və bunun əsasında da uzun müddətdə daha çox insana zərər vurmaq məsələsi çıxır ortalığa. Yəni burada xüsusi olaraq, yəni belə deyim də, bu birja anlayışları, misal üçün də deyirlər ki, dediyim kimi şirkətlərə hissələrini alın və yaxud da digər variantlar var. Misal üçün daha yeni variantlar var ki, kriptovalyuta bilirsiniz də geniş vüsət alıb, insana Bitcoin və s. xüsusi olaraq qiymətinin sürətlə artımı, sonra düşdü təzədən bir də artımı və bu insanlarda maraq yaradır ki, qısa müddətdə tez bir vəsait, müəyyən bir maliyyə vəsaiti qazanc əldə etmək və deyirlər ki, misal üçün hər hansı bir yeni çıxan valyuta, kriptovalyuta gələcəkdə böyük imkanlar yaradacaq. Yəni siz bu günlər müəyyən məbləğ pul qoymusunuz, bunu siz yəni 100 qatını qazanacaqsınız. İnsanları buna cəlb edirlər və bunun əsasında da insanların vəsaitini əldə edirlər. Sonra da o məsələ ondadır ki, bu vasitələr də anonim olduğu təqdirdə, yəni siz bunu onlayn ödədiyiniz halda, kriptovalyuta kimi ödədiyiniz halda və yaxud da bilinməyən hər hansı bir xarici hesabları ödədiyiniz halda bunların geri qaytarılması, bunların izlənməsi və sair prosesdə çətinləşir. Və buna görə də konkret olaraq siz Azərbaycanda belə deyim də, ən sadə yolu Azərbaycanda qeydiyyatı olmayan, Azərbaycanda yəni belə deyək də Azərbaycanda müəyyən olunması imkanı olmayan şirkətlərlə və s. çalışın elə investisiyalar və s. və yaxud da hər hansı bir gəlir əldə etmək məsələlərində çox diqqətli olasınız. Ümumiyyətlə ya bu son zamanlar yenə deyirəm, bu çox vüsət alıb və buna görə də sosial şəbəkələrdə çıxan hər reklam və hər belə deyək təklif yəni doğru olmaya bilər və ona görə də uyğun olmaya bilər. Ona görə bunun belə deyim, yoxlamaq lazımdır. Yəni bir insan bir hərəkət, yəni hər hansı bir maliyyə vasitəsini təsdiq verməmişdən qabaq. Misal üçün başqa variantlar da var. Bilirsiniz ki, hər hansı bir proqramdan istifadə edən zaman telefonda və yaxud da hər hansı bir video baxan zaman reklam çıxır telefonda. Hə. Application vasitəsilə sizdən də onun da vasitəsilə sizin vasitəni ələ keçirdə. Məsələn, reklam çıxır ki, filan şirkət təklif edir ki, filan uduş həyata keçirilir və yaxud da filan hansısa bir tədbir həyata keçirilir. Siz də burada məsəl üçün iştirak etmək istəyirsinizsə, siz də burada uduş əldə etmək istəyirsinizsə, bura daxil olun, bank məlumatlarını əlavə eləyin. Yəni bunun variantları, yəni sizin o vasitəni, o maliyyə vasitəsini sizin əlinizdən qoparmağın variantları, çeşidləri çoxdur. Və bax, bir sadə vətəndaş sizə müraciət edir və soruşur. Mən də o şəkildə sizdən sualıma cavab axtarım. Nə etməli? Vətəndaş daha çox nələrə diqqət etməli? Siz söhbətimizin gedişində bəzi məqamlara toxundunuz. Amma istərdim ki, bir sıralama ilə bir qeyd eləyəsiniz. Bizi izləyən izləyicilərimiz ən azından bir məlumat əldə etsinlər ki, qurbana çevrilməsinlər. Birinci, informasiya mənbəyinin yoxlanılması. Yəni informasiya necə yoxlasın? Onu indi məsəl üçün telefonla əgər sizə zəng eləyirlərsə, bank yəni kimi və yaxud da investisiya fondu kimi və s. və ilaxır, yəni belə zəngləri konkret olaraq yəni belə deyim də dayandırın. Yəni bu zəngləri dayandırın. Yəni sizə əgər bu vasitələ zəng eləyiblərsə, bank adı ilə və yaxud da hansısa investisiya fondu adı ilə və yaxud da hansısa gəlir əldə etmədiyi adı ilə, lotereya adı ilə və s. zəng eləyirlərsə, bunu dayandırın. O zəngi dayandırın, davam etdirməyin. Və bloklayın. Bəli, mütləq şəkildə və mümkündürsə məlumatlandırın. Dövlət orqanlarına. Sizə ünvanlayacağam ki, vətəndaş hara müraciət etməlidir? Öncə bir mərhələləri sayaq. Təbii. Buyurun. Birinci, məsəl üçün telefonla, SMS-lə olan eyni qaydada və yaxud da ki, sosial şəbəkə vasitəsilə əldə etdiyiniz informasiya da eyni qaydada, e-mail vasitəsilə gələn məlumat eyni qaydada. Bütün sizə gələn məlumatların hamısı filtrasiya etməlisiniz, özünüz etməlisiniz. Çünki bu birinci alıcı sizsiniz. Yəni hələ bir belə deyim də ümumi sistemlər var, hansı ki bu spam tipli məlumatları filtrasiya eləyir. Bu birincisi bu həmən bu proqram təminatının telefona və yaxud da ki kompüterə yükləmək lazımdır. Əgər yoxdursa və o da %100 təhlükəsizlik təmin etmir yeri gəlmişkən, siz özünüz informasiyanı filtrasiya eləməyi öyrənməlisiniz.
Bunun yəni başqa bir belə deyim, hələ ki belə geniş yayılmış bir forması yoxdur. Ancaq proqram tətbiqlərdə o da deyirəm %100 onu, yəni sizi qaranti vermir ki, siz o təhlükədən qorunacaqsınız. Bu məlumatlar, misal üçün, bu məlumatları əldə edəndən sonra bunun mənbəsini yoxlamaq lazımdır. Yəni siz daxil olmalısınız. Sizə məlumat nə verilirsə, X şirkət adından məlumat verilir. Daxil olursunuz X şirkət adından internetdə bir özünüz məlumat axtarırsınız. Belə bir şirkət varmı? Bu da təhlükəsi var. Elə olur ki, bədniyyətlər o qədər inkişaf edir ki, veb saytında yaradırlar, sosial şəbəkəsində yaradırlar. Ona görə də bunun sonuna kimi getmək lazımdır ki, bu şirkətin hardasa qeydiyyatı varmı? Bu şirkət haqqında məlumat, bunu çox çətindir. Yəni hər adam bu informasiyanı əldə edə bilmir. Ona görə də ilkin mərhələdə siz artıq o informasiyanı özünüzdən uzaq tutmalısınız ki, sonrakı mərhələlərə keçməyəsiniz. Amma sonrakı mərhələlərdə, yenə deyirəm, siz axtarmalısınız, araşdırmalısınız, tapmalısınız şirkət haqqında məlumatı ki, bu varmı, həqiqətən bu işlə məşğuldurmu və bunun əsl fəaliyyəti nədən ibarətdir? Görəcəksiniz ki, heç də bu şirkət mövcud da deyil heç. Yəni və o şirkətin adından danışan adamlara da misal üçün desəz ki, mən hüquq mühafizə orqanlarına müraciət eləyəcəm, o üzü görəcəksiniz bir çox halda onlar özləri geri çəkiləcəklər ki, yəni bu fəaliyyəti haqqında hüquq mühafizə orqanları bəli. Yəni bu heç bir halda siz o şəxsi məlumatlarınızı verməyin. Siz heç bir halda bank məlumatlarınızı verməyin, kart məlumatlarınızı verməyin, ünvanınız haqqında məlumatı verməyin, şəxsiyyətiniz haqqında heç bir məlumatı verməyin. Yəni iş fəaliyyətiniz olsun, iş yeriniz olsun. Yəni ümumiyyətlə sizə aid olan şəxsi məlumatların heç birini heç kimlə paylaşmayın. Tanımadığınız, bilmədiyiniz, yəni özünüz haqqında informasiyanı tanımadığınız, bilmədiyiniz yerlə, adamla və yaxud da ki, qurumla paylaşmayın. Babək müəllim, aydın oldu ki, bunlar kiber dələduzlardır. Vətəndaş hansı qurumlara və hara müraciət etməlidir və hansı şəkildə? Azərbaycanda yəni bir çox misal üçün qurum var ki, konkret olaraq bununla məşğul olur. Yəni bildiyiniz kimi polis özü də kiber təhlükəsizlik məsələlərlə artıq məşğul Azərbaycan polisi. Bundan savayı olaraq da yəni informasiya təhlükəsizliyi ilə məşğul olan CERT-AZ bir qurum var. Bilirsiniz, o da məşğul olur vətəndaşlarla birbaşa bu məsələlərlə bağlı olaraq. Dövlət strukturunda CERT-QOVAZ qurumu var, dövlət strukturuna əlaqəli. Misal üçün elm təhsil mühitində AzScience CERT var, hansı ki bizim fəaliyyət göstərdiyimiz. Yəni bunlar konkret olaraq mühitdən asılı olaraq müraciət etmək qurumları bundan da ibarət. Onlayn şəkildə. Bəli, onlayn şəkildə müraciət etmək mümkündür və hadisə haqqında konkret detallı məlumat göndərilərək yəni cavab əldə etmək mümkündür təbii ki. Anonimliyi qorunur, yoxsa vətəndaş mütləq mənada məlumat verməlidir? Bu qanuna baxmaq lazımdır. Qanunda anonim şikayət edilən anlayış varmı? Babək müəllim, biz bu hallara qarşı mübarizədən danışdıq, ölkə daxilində və yaxud da ölkənin hüdudlarından kənarda olan dələduzlara qarşı mübarizə üsullarından danışdıq. Ümumiyyətlə, dünya təcrübəsində bu məsələlərlə bağlı vəziyyət necədir? Yəni beynəlxalq deyək də. Bu beynəlxalq problemdir. Bəli, beynəlxalq problemdir. Hansısa ölkələrdə bax bu piramidalar ki, məsələn Azərbaycan daxilində deyil, Azərbaycan vətəndaşını profil olaraq seçir, Azərbaycan hüdudlarından kənarda. Bax, digər ölkələrdə bu piramidalara qarşı mübarizə halları necədir? Beynəlxalq statistikaya baxsaq, 18 yaşından yuxarı şəxslərin 70%-i bu kiber dələduzun qurbanı olur. Onda demək, statistika çox böyükdür. Bəli. Xüsusi olaraq da son zamanlar sosial şəbəkə vasitəsilə kiber cinayətkarlığın həyata keçirilməsi 40% artım var. Yəni bu statistik göstəricilərə baxsaq, o deməkdir ki, konkret olaraq kiber təhlükəsizliyin əsas aspektlərindən biri maarifləndirmədir. Yəni məxsusi olaraq maarifləndirmə məktəbdə, bağçada, məktəbdə, iş yerində fərqi yoxdur. Lap sosial şəbəkələrdə və yaxud da ki, dövlətin və yaxud da özəl yəni informasiya vasitələrində fərqi yoxdur. Yəni bu bilirsiniz də metroda və sairə informasiya əldə etmək olur müəyyən tablolar vasitəsilə. Yəni hər yerdə bu haqqda vətəndaş məlumatlandırılmalıdır. Yəni hər bir kəs bu halda müəyyən davranış profili formalaşdırmalıdır ki, konkret olaraq onlar seçə bilsinlər. Yəni mən
mən öz, yəni belə deyim də, təcrübəmə irəli gələrək, yəni elə savadlı, qabiliyyətli, yəni dünya görüşlü insanlar var ki, Və qurbanlıq. bəli, və qurban olurlar. Yəni mən heç cürə mən onu izah eləyə bilmirəm ki, yəni bu necə oldu? Yəni görünür ki, açıq şəkildə ki, yəni bu lap əvvəllər bunun tarixinə qayıtsaq, belə bir məsələ var idi ki, misal üçün deyirdilər ki, sizin bir qohumunuz, misal üçün, xaricdə hansısa bir dövlətdə yaşayır, milyonçudur, ölüb və siz onun varisisiniz. Ən məşhur mesajlardan biri bu idi. Və digər məşhur mesajlardan biri bu idi ki, hər hansı bir kasıb ölkədə bir qız uşağı yazır ki, mənim yəni dolanışığım yoxdur və s. və ilə axır, mənə kart məlumatım budur, mənə pul köçürdün. Yəni bu mən sizə danışıram 20 il bundan öncənin yəni hadisələrini də və bu indiki halda texnologiyanın inkişafı ilə, sosial şəbəkələrin geniş vüsət alması ilə insanların artıq bu internet vasitələrinin, avadanlıqlarına əl çatanlığın çoxalması ilə artıq daha da genişlənib və hər bir vətəndaş öz əlində olan vəsaiti qorumağı bacarmalıdır. Necə ki fiziki qorumağa artıq insanlar müəyyən belə deyim də davranış profili formalaşıb, artıq virtual mühitdə, kiber mühitdə də yəni qorumaq anlayışı formalaşmalıdır. Yəni hər bir məlumata inanmamalıdırlar. Xüsusən də sosial şəbəkələrdə süni intellekt vasitəsilə yaradılmış videolar, məlumatlar, xəbərlər, müraciətlər. Bəli, misal üçün elə ki, deyirlər ki, filan prezident belə bir söz dedi. Hansısa ölkənin bir prezidenti belə bir söz dedi. Hansısa şirkətin prezidenti belə bir söz dedi və insanlar ona inanırlar. Amma ona görə də rəsmi tək sosial şəbəkədən məlumat almaq lazım deyil. Həm də rəsmi mənbələrə də müraciət etmək lazım. Mütəmadi olaraq ki, bu həmin informasiya, yəni belə deyək də, dezinformasiya yaranmasın. Babək müəllim, həm qurbanların sayı Azərbaycanda, piramidaların, həm də əldə olunan, talanan vəsaitlə bağlı hər hansı bir statistika varmı? Belə bir statistika yoxdur, amma yəni yəqin ki, aidiyyatı qurumlarda belə bir statistika ola bilər. Amma ümumi statistikalar onu göstərir ki, dünya üzrə statistikalar göstərir ki, yəni burada vəsaitlər 10 milyardlarla ölçülür. Yəni məsəl üçün mən bildiyim bir piramida var idi. Amerikada olmuş bir piramida idi. Yəni onun vurduğu zərər 65 milyard hesablanmışdı, yəni. Mən bildiyim, yəni oxuduğum qədərilə, bəli. Yəni bu görürsüz də rəqəmlər necə böyük rəqəmlərdir. Yəni buna düşmək də ki çox asandır. Dediyim kimi, əgər siz hazırlıqlı deyilsinizsə. Siz verilişin əvvəlində qeyd etdiniz ki, internet resurslarında kiber cinayətkarlar, kiber dələduzlar o qədər yüksək sürətlə çoxlu bu vətəndaşları şirnikləndirmək üçün variantlar hər gün dırnaqarası icad eləyirlər və yayırlar. Necə hesab edirsiniz? Bununla bağlı təbliğat məsələlərinin artırılmasına ehtiyac varmı? Mütləq şəkildə. Kiber təhlükəsizlik barəsində xüsusi olaraq, konkret olaraq maarifləndirmə məsələsi mütləq şəkildə mütəmadi aparılmalıdır. Yəni bunu yenə deyirəm, bu lap belə deyək də kiçik uşaqlardan belə başlamalıdır. Yəni bağça səviyyəsindən başlamalıdır və inkişaf etməlidir cəmiyyətin bütün təbəqələri üzrə bütün belə deyək bu barədə kiber təhlükəsizlikdən qorunmaq, kiber təhlükəsizlik anlayışı nə deməkdir? Yəni internetdə olan təhlükələr, yəni bundan qorunmaq üçün hansı belə deyək də davranış olmalıdır, necə davranmaq lazımdır, əlinizdəki olan şəxsi məlumatlarla necə davranmaq lazımdır, istifadə etdiyiniz avadanlıqla necə davranmaq lazımdır və bunlar hamısı mütəmadi olaraq çünki kiber təhlükəsinin əsas anlayışlarından biri maarifləndirmədir. Yəni bu ildə bir dəfə məsəl üçün 30 noyabr tarixində informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyi ilə bağlı olaraq yəni gündür. Və bu gün konkret olaraq onun üçün nəzərdə tutulub ki, maarifləndirmə olaraq nəzərdə tutulur. Yəni tək bu günlə məhdudlaşmaq lazım deyil. Yəni yeni çıxan hər bir informasiya haqqında siz dediyiniz kimi məsəl üçün indi bu dəqiqə aktual piramidadır. Piramida haqqında mütəmadi olaraq təbii kütlə informasiya vasitələrində xəbərdarlıq olmalıdır. Yəni yaxşı ki də siz buna xüsusi diqqət ayırırsınız. Təşəkkür edirəm buna görə. Babək müəllim, son olaraq bir məsələ ilə bağlı sizin fikrinizi bilmək istəyirəm. Bax bu kütləvi şəkildə sayın artması bu kiber dələduzluğun
Sizcə həm də təhlükənin miqyasının artması sizcə bu yanaşmanı radikallaşdırmırmı? Yəni daha sərt yanaşma olmalıdır. Münasibət dəyişməlidir kiber təhlükəsizliyin qarşısının alınmasına. Sərt Yəni daha çox diqqət ayrılmalı, daha çox yanaşmalar həm kəmiyyət etibarilə artmalıdır, həm keyfiyyət etibarilə. ümumiyyətlə kiber təhlükəsizliklə bağlı siz dediyiniz kimi də müəyyən yanaşmalar olmalıdır. Yanaşmalar da onsuz da var. Dövlət tərəfindən bu fəaliyyəti aparan qurumlar var. Bir. Dövlət xüsusi olaraq kiber təhlükəsizliyi, informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyi ilə bağlı olaraq strategiya formalaşdırıb və bu üzrə onsuz da istiqamət üzrə işlər aparılır. Bundan savayı olaraq da digər sektorlarda da, dövlət sektorlarında və yaxud da özəl sektorlarda da müəyyən tələblər formalaşdırılır ki, onlar da özlərinin kiber təhlükəsizliyinin təmin olunması ilə bağlı işlər aparmalıdırlar. Və Azərbaycanın ümumiyyətlə Azərbaycan dünyadakı kiber təhlükəsizlik nöqteyi nəzərindən çox yaxşı mövqedədir. Yəni bunu açıq mənbədir, internetdən də araşdırıb, yəni hörmətli izləyicilər də baxa bilərlər. Yəni biz hələ nisbətən digər ölkələrə, yəni bir çox hətta inkişaf etmiş ölkələrə nisbətən də vəziyyətimiz yaxşıdır. Amma bunu siz deyən kimi daha da yaxşı etmək olar və bunun üçün də maarifləndirmə prosesi mütləqdir. Yəni və bu sərtləşdirilmək kimi yox, bu daha çox nə qədər çox informasiya alsansa hazırsan, yəni belə deyək də. Bilirsiniz o kəlmələri niyə seçdim? Bax, verilişin əvvəlində sizə sual verdim ki, internet resurslarında həmin o qanunsuz fəaliyyət göstərən cinayətkarlara, kiber dələduzlara qarşı hansı formada nəzarət olmalıdır? Məsələ ondur ki, mühit dəyişmir. Yəni virtual oldu, yəni kiber oldu və yaxud da real mühit oldu, cinayətdir. Yəni qanunsuz fəaliyyət qanunsuz. Eyni qanun kiber mühitə də sirayət edir. Yəni kiber mühitdə hər hansı bir dələduzluq olunursa, onun onsuz da real həyatdan alternativi var. Ya bunu yəni xüsusi olaraq transfer eləyiblər internet resursuna. Bu dünya təcrübəsidir. Bunun üçün xüsusi qanun, yəni yazılması və s. ehtiyac yoxdur. Onsuz da siz deyən kimi hamısının transformasiyası var. Yəni buna görə də dələduzlar heç də fikirləşməsinlər ki, bir mühitdir, filandır, beşməkandır. Yəni həm də beynəlxalq məsələ nədədir? Biz özümüz də elmi mühitdə, dövlət özüdəki təbii ki, dövlətçilik mühitində, beynəlxalq mühitdə və s. onsuz da informasiya mübadiləsi var. Yəni bu kiber təhlükəsizliyin təmin olunması ilə bağlı olan hər bir ölkəndə öz qurumu var və bunlar öz aralarında da yəni müəyyən razılaşmaları var. Və bunun əsasında da lap bu hadisə burada baş verməsə də, xaricdə baş verməsə, yenə də o cəzasını tapır. Yəni konkret olaraq buradan qaçış yoxdur. Yəni kim ki bədniyyətliklə məşğuldursa, gec-tez cəzasını tapacaq. Babək müəllim, studiyamıza gəldiyiniz üçün və çox saylı suallarımızı ətraflı cavablandırdığınız üçün sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə uğurlar arzulayıram. Çox sağ olun. Beləliklə bizə ayrılan zamanın sonuna gəldik. Xatırladıram ki, Bakı vaxtının bugünkü qonağı Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Aslan-İsnet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Babək Nəbiyev idi. Biz qonağımızla kiber təhlükələrdən, kiber dələduzların qurbanına çevrilmiş vətəndaşlardan və bu halların qarşısının alınması yollarından, eləcə də son dövrlərdə daha çox populyarlaşmış piramida vasitəsilə vətəndaşların maliyyə vəsaitlərinin əllərindən çıxarılmasından danışdıq. Ayıq, sayıq olmaq hər birimizə xeyir gətirər. Sağ olun, sağlıqla qalın.